94 nömrəli sualda DYKF düzbucaqlı BA AC-yə perpendikulyardır. BF 3'dür. BF aradı. Bura 3 verilib. YK 6'dır. YK 6. Bizdən YC-ni soruşur. Burada yazaq X. Deməli, düzbucaqlıdırsa, KY 6'dırsa, burada olacaq 6. Bu da 90 dərəcədir. 6, 3. Pifaqor teoreminə görə biz BD-ni tapa bilərik. Əvvəlcə BD-ni tapaq. 6'nın kvadratı üstə gəl 3'ün kvadratı bərabərdir. Bura bir y deyirəm, y-in kvadratı. 36 üstə gəl 9 bərabərdir y-in kvadratı. Y kvadratı 45, y də olacaq. Kökün altında 9 vur 5, yəni 3 kök altda 5. Bura yazıram 3 kök 5. İndi baxaq bucaqlara. Bu bucağa alfa deyirəm, digər bucaq olacaq beta. 3 bucaq A, B, C-nin bucaqları. Təpə bucağı 90 dərəcədir. B bucağı alfadır. Deməli, buradakı C bucağına düşür beta. Çünki alfa plus beta 90 dərəcə olmalıdır. Yenə eyni qaydada 90 betadırsa, buradakı bucağı qalır alfa. Deməli, biz buradan tapdıq ki, 3 bucaq BFD oxşardır. 3 bucaq, deməli, Y, K, C-yə. Oxşarlığa əsasən yaza bilərik ki, BFD 3 bucağında BD-nin, YKC 3 bucağında YC-yə nisbəti bərabərdir. Deməli, BF-in, beta bucağının qarşısındakı BF-in KY-yə nisbətinə. Verilənləri yerinə qoysaq, BD-miz 3 kök 5-dir, YC-miz X, BF-imiz 3-dür, KY-miz də deməli 6. Çarpaz vuraraq 3x bərabərdir, 6 vurulsun 3 kök 5. Burada 3'lər ixtisar gedir, x olacaq 6 kök altda 5. Bizdən də x-i soruşur, yəni YC-ni soruşur. Cavab D variantı.